Salam mənim əziz izləyicilərim. Məni həm izləməyə alıb izləyicilərimi də salamlayıram. İzləməyə almadan izləyənlərə də çox sağ ol deyirəm. Vaxtlarını sərf edib qarşılarına çıxdıqlarında ötürməyiblər, daxil olub izləyiblər. Onlara da təşəkkür edirəm və xahiş edirəm ki, bir dənə tık eləyin, podpisatçı olun. Çünki как всегда mənim oğlum salamlaşır həmişə. Deməli, xahiş edirəm ki, izləməyə alsanız mənə çox sevinərəm. Çünki mən axırıncı dəfə deyəndə bu mövzudan danışanda 7 nəfər izləyicim vardı. Onda 3-ü evladlarımdır. Yəni real olaraq 4 izləyicim var idi. İndi 8 nəfərdir. Real olaraq yəni artıq 5 nəfər izləyicim var. O 5 nəfərə çox təşəkkür edirəm. Minnətdarım və mən belə ələ salmalardan da canım qutarsa çox yaxşı olar. Bir dənə belə tık eləyib podpisatçı olsam çox yaxşı olar. Çünki ay sən 4 nəfər üçün çəkirsən. Deyirəm, yox indi 5 nəfər. Ay nə çox olub, 5 nəfər olub. Ay. İndi 5 nəfər üçün çəkirsən. Bekar qaldınsa 5 nəfər üçün necə həvəsin olur çəkməyə falan filan. Fistan. Nəysə fikir vermirəm, nə edirik. Heç vecimə də almıram. Heç nəyə baxmıram, mən öz çəkməyimdə davam edirəm. Deməli, üstünüzə sağlıq, yaman bəlkə xəstələnmişəm. Çünki uşaqlar həmişə, ya uşaqlar, ya yəni yoldaşım çöldə olanlar virus həmişə gətirirlər. Özünü qorumaqla da deyil, böyük qızım bu dəfə gətirdi, spirtlədim, maska taxdım, neynəyəm, mümkün deyil. Hamımızı bir-bir dənləməlidir. İndi mənə də boğazdan gəldi, yəni ki, hamımız belə olmuşduq. İndi də çox da qəribədir. İlk gün udqunanda gördüm ki, pisləşirəm. Boğazımda nəsə narahatçılıq var. Başladım tez üstə düşmək, çünki uşaqları da müalicə eləmişdim, gördüm də necə keçir bu xəstəlik. Bilirdim ki, məni də tutacaq kakvisivdə. İyi tutdu. İlk gündən düşdüm üstünə. Nələr bilirdim, hamısını elədim. Boğaz dedi ki, sən mənə eləyirsən, indi gör mən sənə başlama oyun açacağım. Yəni mən onun üstünə getdikcə o mənim üstümə hücum edir. Mən onun üstünə getdikcə o mənim üstümə hücum edir. Ümumiyyətlə mənim xəstəliklərim həmişə mən ildə bir dəfə xəstələnərəm. Çox tez-tez xəstələnən insan deyirəm. Amma belə özüm adıma layiq də xəstələnərəm də. Yəni öz belə xarakterimə uyğun da xəstələnərəm. Elə yəni mən belə heç vaxt bir insanı da hörmət eləyəndə çox ürəkdən eləyirəm. Bir insanı sevəndə də çox sevirəm. Sevməyəndə də sıfır. Orta vəziyyətim yoxdur mənim. Xarakterim uyğun olaraq da xəstələnməyim də elədir. Yəni xəstələnəndə də belə elə yüngülvari biraz soyuqladım, hə düzəldim falan filan, mənə heç yaraşar elə. Ona görə də bütün məni tanıyanlar, mənim evimdəki hamısını zəhləsi gedir mənim xəstəliyimlə və çox qorxurlar. Deyirlər ki, amandır, bax, siz kimi xəstələnsin, sən xəstələnmə. Çünki mənki dəhşət olur. Bir də uşaqlar olanda, udqunuram, ölürəm. Uşaqlar olanda, mən baxaram da onlara. Mən olanda isə uşaqlar baxmayın da, nə qədər qulluq eləyə bilər axı mənə. Özü ki, yeməyi falan filan. Bir də ki, bu elə bir virusdur ki, yəni misal üçün, mamam yaxında yaşayır. Mən mamaya deyim ki, gəl, mənim xörəyimi bişir, ya da ki, bişir, gətir mənə ver, göndər və yaxud da falan filan. Yəni ki, göndərə bilər. Göndərənə qədər elə onu özüm eləyirəm. Yəni ki, mamaya deyim, gəlsin, qulluq eləsin, isə mamaya keçir. Bir də mamanın da yaşı mənim yaşda deyil. İnanın, uşaqlarla mənim keçirməyim arasında dağlar qədər fərq var. İndi görün, mama ilə mənim də yaş fərqim var. Mama daha ağır keçirdir, məndən də ağır keçir. Ona görə heç ürəyim gəlmir. Deyir ki, onda nə ürəyindən keçir, nə istəyirsən deyilən və yaxud uşaqlar üçün nə istəyirsən deyilən hazırlayayım, göndərim də gəlsin, yəni yoldaşım işdən gələndə götürsün, getirsin. Sən Allah, sələm tutmurdu, mən xoşlamıram, mən şey edirəm, sən Allah, mən özüm eləyirəm. Yəni ki, dərman atıram, elə ki, temperaturum düşdü, başlayıram bütün işlərimi görməyə. Çünki mənim evim tör-töküntü olsa, və yaxud da ki, yəni mənim görə biləcəyim şey, uşaqların görə biləcəyim, misal üçün tozları falan silməkdir, zaddır, plisoslar, onları elədilər uşaqlar. Çünki bilirlər ki, mən təmiz görməsəm ürəyim partlayar, ev gərək təmiz olan. Tör-töküntü də sevmirəm, yəni. Oy. Amma ki, temperaturum düşəndə özümə aid olan işləri isə tap eləyirəm ki, temperaturum qalxanda istirahət eləyə bilim də. Baxın, deyim ki, hə, şükür Allah, tərtəmizdir filandır, ya da xörəyim hazırdır, yeməyim hazırdır. Nəysə, amma inanın ki, mənə, yəni özünü qorumaqla, bu dərmanı elə, o dərmanı, Türkiyə çarəni də elədim. Dərmanlar boğazım, bilirsiniz necədir, göynüyür, boğaz irəli çəkdə məndən. Mənə güc gələ bilməyəcəksən. Bir şey eləyək, adi suyu içirəm, göynədir, gedib də boğaz, yəni boğazda salamat yeri qalmayıb.
bir qaşıq bal qoy, ud, sovur, başda sovurma, onu da elədim. Nə bilim, zəncəfil çörkadan keçir, dəmlə, limon damlat, ilıqlaşsın, qurtum ki, onu da elədim. Qulaqlarımdan, burnumun içindən, gözlərimdən alov çıxır, boğaz deyir, mənim vecimə də deyil. İnanın mənə. Bir də elə vəziyyət ki, boğaz da ölməsə, temperatur daima da olur da, daima olur. Yəni temperatur gələcək. Boğaz ölməsə bilin ki, temperatur əl çəkməyəcək sizdən. İndi hal-hazırda mənim 37,5 temperaturum var. Uşaq bilirsiniz, rutin halına gəlib. Elədir ki, 37,5 uşaq mən normal indi kamera qarşısında danışa bilirəm. Tutanda isə əvvəl, başlayanda isə 37,5 mən ölürdüm. Uşaq o qədər bədənim öyrəşdi ki, 38-ə falan qalxanda eləyirəm uşaq. Amma 37,5 dərman atmışam indi. Yavaş-yavaş inşallah düşər. Antibiotik də atmışam. Nə bilim, antibiotika çox dirəşdim ki, atmayayım. Gördüm, mümkün deyil. Onu da attım, bunu da attım, bunu da elədim, onu da elədim. Strepsiz sovurdum, bunu fıskırtdım, bunu püskürtdüm. Püskürtməkdən də mənim bağrım çatır, öyümə gəlirdi. Mən xoşlamıram. Ona qədər elədim də, dedim də öyürəm, eləməliyəm də, neyinin başqa çarəm yoxdur da. Belə hər şey elədim də. Mən uşaqlarda görmüşdüm, amma uşaqlar baxmayanda cavandılar. Onlar daha bir tez müqavimət göstərə bilirlər, amma yaş ötdükcə görürəm ki, yox. Keçən il, misal üçün, mənim xəstəliyi keçirəndə, soyuqlayanda, deyirəm də, ildə bir dəfə məndə olur. Bu il olmamışdı. Mən dedim ki, dekabra qədər də olmasa, mən bu ilin salamat keçirdim. Baxın, noyabrda axır tutdu mənə axır. Yox, mümkün deyil. Mütləq ildə bir dəfə olmalıdır. Bu ağrını mən sizə vaxt görmüşəm. Mənim qlandalarım kəsiləndə, mən bir qaşıq mama şorba qoyardı ağzıma, fikirləşərdim ki, mən bunu nətər udum da, ölürəm, necə udacam mən bunu, udqudurdum, ağlım çıxırdı başımdan. Gecə yuxunun içində udqunanda ayılırdım. Və mən o vaxt bilmişəm ki, deməksə biz yatdığımız yerdə də arada udqunuruq, amma biz yatırıq deyə bilmirik onu. Yəni mənim boğazım ki, qlandalarım kəsiləndə boğazım. Qlandalarım kəsiləndə mən bunu bilmişəm. Eyni vəziyyəti yaşayıram, eyni. Daha filmlər, mənim xoşladığım tərzdə filmlər tapıram, treylerlərlə falan filan. Tapıram yeni filmlər. Və onlara gecə baxıram ki, yəni fikrim qarışsın da, mən də kino xəstəsiyəm, çox sevirəm. Və elə filmlər tapıram ki, kinolara baxanda nəfəs almaq yadından çıxır daşı. O qədər gərilim filmlərdir də və çox sürətli. Az qalır insan nəfəsi kəsilsin. İnanın mənə pauza edirdim, dayanırdım, bax belə də, gördüm ki, yox da, uşaqları oyadıram, evdəkiləri oyadıram, qalxıram, düşürəm aşağı, o vəziyyətdəyim də. Yəni ki, kinoya da, necə deyim sizə, fikrimi verə bilmirəm də. O qədər bu ağrı məndən əl çəkmir. Udqunuram, ölürəm. Nəysə, uzun sözün qısası, başınıza ağrıtmayın. Bu xəstədə sizə xatir. Bax, sizə də, sizin də vecrinizə, sizə xatıra. Nəysə, uzun sözün qısası, bir şey çəkmir. Deməli, almışdım, bir-iki şey almışdım mən. Onları sizə göstərdim. Daha doğrusu açmamışam. Dedim ki, elə çəkərək açım. Özüm də baxım, siz də baxın. Qısası, qızın oldu, qırmızı donumu çıxar ver. İnanın mənə çıxarmışam, vermişəm paltarı. Qırmızı paltarı çıxarıb vermişəm. İndi özüm üçün aldım. Alanda da bir-iki şey lazım idi. Onları da aldım. Açmadım ki, sizə də çəkim göstərim. Sizinlə birlikdə daha doğrusu baxın. Deməli, bunu, mənim NYX-in highlighterı var idi məndə. Mən sizə bir dəfə makyaj, deməli, makyaj nəylərimi, makyaj məhsullarımı çəkəndə belə bir video ayırmışdım. Makyaj məhsullarımı çəkmişdim. Orada mən göstərmişdim ki, deməli, mən ümumiyyətlə stoklamağı sevirəm. Həmişə mütləq bir dənə almaram, 2 dənə alaram həmişə. Ki, qurtaranda bir dəfəlik qurtarır. Deyim, vay, yoxdur ki, qurtarıb ki, elə olmasın da, zapasım olsun. NYX-i də stoklamışdım da. İstir tonalnisin, istir konsilerin. Gündəlik makyaj üçün. İndi ikinci konsilerə keçmişəm. Yəni ikinci zapası da açmışam. Dəniz də deyir ki, mama sən bundan al, bu çox yaxşı. Bunun da arxası daha belədir də. Yəni başında, burasında şey kimi, bilirsiniz nə ki, Maybelline kimi. Belə maçalkası var da, elə bundan sürtəcəksən mama. Bu sürtməyə görə demir. Dedi ki, çox yaxşıdır bu mama. Bəs mənim çox xoşum gəlir buna. Dedim, doğrudan dedi, hə, mən bir qızda gördüm. Özə qiyməti də belə 15 manat idi də deyəsən, belə çox da yəni baha deyil. Dedim, amma markasını mı? Nəysə, markasını da oxuyamıyorum, göstərim. Kamerayı göstərim. Instayank. Ay, kamera burada qalıb. Hə, sən oxu. Nədir? Instayank. Instayank, hə.
Oğlum deyir Instayank. Neyse də. Dedi ki, mama mən qızda gördüm, xoşum gəldi, bəs alacağım. Sonra qızım aldı. Dedim ki, işlət görüm mənim necədir. Çünki mənim elə Nexim ikincisini açmışdım, elə varımdı. Doğrudan da çox yaxşı idi. Çox yaxşı idi. Yəni ki, belə çox gözəl örtür. Çox həddindən artıq. Yəni dənizə elə dedim ki, sənin üzündən ama dedim, amma mən sənə dediyim konsilleri sürmüşəm. Görsəm o üzündə dəyişir. Dedim, ha, doğrudan odur, hə. Dedim, onda haçan görsəm çıxsa qabağıma alaram. Nəysə aldım. 01-dir. Ən açığı 01-dir. Elə ən açığını aldım 01. Çünki mənə öyrədiblər ki, deyiblər ki, dərindən biraz 1-2 ton açıq almalısan ki, konsiler sürəndə bəs fərqi olsun da ağartsın gözünün altını. Belə çox qaranlıq yoxdur. Məndə biraz çöküntülər var. Çox qaralmış vəziyyətdə deyil gözümün altı. Amma всё-таки konsileramı işlədir də. Bir də sonradan gördüm ki, bəs çəkirlər konsileri. Amma ki, belə sonra makyaj eləyəndən sonra burada belə biraz belə ağuşluq qalır da belə. Dedim, axı mən konsiler sürürəm, məndə qalmır. Yaxşı açıq tonunu da alım. İndi qızım, misal üçün, qızım da 01 almışdı. Onun da dəri rəngi mənki ilə uyğundur da. Mən nə oldu, onda da elə görünmür. Sonra mən maraqlandım, baxdım internetə, gördüm ki, oy, sabitləyici pudrası olmalıdır mütləq. Sabitləyici pudra olmalıdır. Yəni bu konsileri sürəndən sonra dağıtdım. Sonra sabitləyici pudra olmalıdır ki, onu üstünə çəkirsən, şotka ilə belə sabitləyir. Ondan sonra o belə ağoş görünür də, qəşəng daha professional görünür. Bu yaşımda nəhayət indi öyrəndim. Qızıma deyirəm, qızım da ürəyə gedir. Mən belə çox belə bu temalarda danışmıram. Mən daha çox həyati şeyləri danışmağı sevirəm uşaqlardan. Çox da belə makyaj şeyləri falan çox danışmıram. Yəni bilmirəm nə qədər yaşayacağam, nə qədər ömrüm var. Nə qədər yaşayıramsa, deyirəm ki, onu nə öyrədə bilərəmsə, nə qata bilərəmsə uşaqlara çalışıram ki, o temalarda danışım. Ona görə də qızıma deyirəm ki, bəs mama qurban, deməksə bəs belə pudra da lazımmışdır ki, ki, yox, sən heç istifadə edirəm, mən özüm istəmirəm, almamışam da istifadə edirəm, amma ki, o cür sən görünürəm, hə, o cür görünürəm, o cür görmək istəsə, məndən soruş, mən sənə deyim də, mütləq sabitləyici pudrası olmalıdır. Divajdan aldım, divajın aldım mən sabitləyici pudrası, kamerayı düşürmün, divaj, belədir, tövbə estağfurullah, belədir, açmamışam elə, ay, öldüm, açaq, heç onu da konsileri də açmadım. Ver mən açma. Açıram bunu, narahat olma, belə çətin bir şeydir. Ay, açıq yenə taxmamışam, gözüm görmür. Açdım. Qız bir neçəsini göstərdi mənə. Dedim ki, bəs gördüm ki, yox, bu misal üçün bu mənə ağdır, bu mənə tündür, bu mənə nə bilim nədir. Dedim ki, bəs sizcə, özüm gördüm ki, deyəsən divaj mənə uyğundur. Çünki neçəsini göstərdi, gördüm ki, deyəsən bu divaj mənə uyğundur. Sonra qıza dedim ki, bəs sizcə hansı dedi divaj? Sizin rənginizi dedim, hə, bax görsən, təsdiqlətdirmək istirdim də. Baxın hələ. Belə bir cür şeydir daha. Üstündə. Nə belə olub ki? Belədir də, fasonu belədir. Bunu belə fırladırsan deyəsən. Hə, bunu belə fırlatdıqca oradakı pudradan üstə çıxarır. Burada belə fırlatma şeyi var. Hə, gördüm. Üstteki şeyi işlədəndən sonra tık bir dənə verirsən, tık şey olur. Sonra yenə, yəni ki, tamam bir dəfəlik o hamısına bastırmamaq üçün də şotkan. Belə biraz çıxarır. Çox qəşəngdir. Nəysə. Sonra bunun roz, yəni başqa markanın roz rəngi vardı. O bundan biraz ucuz idi. 10 manataydı. O roz rəngi dedim ki, bu roz necə gedir? Yox. Pudranın rəngi elədir. Amma səndə belə də, yəni verəndə ağ rəng verir. Amma alt bazası rəngi olaraq elədir. Yəni ki, cürbəcür rənglər var idi, çox qəribədir. Mən belə şey görməmişdim, yəni. Elə bildim, hamısı ağdır. Sonra bir dənə də bundan da bahası var idi. O 28 manataydı deyəsəm, amma o düm ağ idi, çox ağ idi. Dedim ki, bu mənim dərimə dedi ki, hə, bu siz üçün biraz, o bilirsiniz necədir, ağ dərili. Mənim bacım üçün yaxşıdır, mənim bacım biraz dərisi ağdır, ağappaqdır o. Misal üçün, o onun üçün yaxşıdır, mən üçün yox, mən biraz əsmərəm, mən papama oxşamışam. Bunu da açım. Papulyama, canım atama oxşamışam. Canım atam, gürür duyuram atam. Nə yaxşı oxşamışam. Bunu altdan fırlatdı. O maçalka ilə maçalka da nəysə də sponcu ilə. Hop şimdi. İndi bu gözaltı kremi. Paç almışdım mən. Paçiləri istifadə edirəm, sözün düzü. Amma ki, istədiyim kimi, paç bilirsiniz necədir? Yəni ki, aç. Paç bilirsiniz necədir? Yəni ki, misal üçün, nəmləndirici kremi sürtürürəm ha üzümə. O bütün gün nəmli saxlayır üzümü.
Paçı isə qoydum, götürdüm 15 dəqiqə, 20 dəqiqə saxladım, götürdüm. Bir yarım saat nəmli qalır, sonra götürəndən sonra getdi. Yəni mənə nəmləndirici krem istəyirdim. Kopartdan onu yapışdırıb buna tullayaram. Ona görə gözaltı nəmləndirici krem istədim, amma bilirsiniz də mən su bazlı istifadə edirəm, çünki allergiyalıyam. Dərim daha doğrusu çox həssasdır. Bu da avokadolu, dedi ki, aqua. Nəysə özümüz də oxuduq, yəni qızım da oxudu, amma yenə də satıcıdan da soruşdum ki, görüm elə o mənə hansı vəsf. O da gəldi bunun üstünə, dedi ki, siz su bazlı istəyirsinizsə, o da budur. Gördüm ki, qızım düz tapır. Of! Bu da budur. Hə, vəsiyo, korobkasını satılacağım. Bu da belədir. İğniyə, açıb baxın, iğniyə. Avokado. Uy. Avokado görünür ha. İyi, xoşuma yemən. Düzdür. Elə bir sırnısı olsun. Hə, sırnısı olsun iyi gəlir. Yuxarıdan da valideynlər mesajlar göndərirlər. Sırnısı olsun iyi gəlir. İyi, yaxşı deyil. İndi nəmləndirməsinə baxacağım da. Nəysə, istifadə edeyim. Mən bunu sizə deyəcəm ki, yaxşıdır yoxsa necədir. Dayandığım qapağındakı şeyi qoy istifadə edeyim. Qapağını tut, bunun qapağını tut. Yaşıl rəngdə, yaşımtıl rəngdədir. Mənim 37 yarımla görəsən 37 yarım qızma ilə çox vacib etdi mən indi bu. Qalan sıxdım. Qıraqlarında da bir şey varsa sürdüm. Hə, yaxşıdır. Mən onun qatılığından hiss eləyirəm də həmişə. Krem bir var çox sulu olsun. Misal üçün nəmləndiricim daha çox qatılığı azdır. Amma möhtəşəm nəmləndirir. Amma gözaltı kremləri, əl kremləri, onlar qatı olmalıdır. Onlar qatı olmasa uzun müddətli nəmləndirmə qabiliyyəti deməli azdır. Amma üz nəmləndiricilərində elə deyil. Baxın, bu qatıdır. Qəşəngdir. Sonra əl kremləri də elədir. Qatılığı olmalıdır. Mütləq bilməm, yaxşı çəkdim hamısını. Hə, qatılığı olmalıdır. Yəni ki, görürsən yağlılığı çoxdur. Yəni daha çox duru kimi olsa, onun yağlılığı az olacaq. Üz əlində heç bir effekti olmayacaq. İndi effektin görüm bir müddət görə işlədim, bunun effektini görəm, amma yağlılığı xoşuma gəldi, yaxşıdır. Nəysə, bunu almışdım. Konsiler, sonra sabitləyici pudra. İndi bunu. Sponçlar. Oluşum göstərir. Bunu məsləhət görürəm sizə. Mənim sponçum var. Gündəlik istifadə etməyə sponçum var. Baxın, balacası, orta boyu, böyüyü, 4 dənə də içində. Bir açın göstərin. Deyəm, yox, çıxartmayacağım onsuz da. Bunu açmam. Bu Nildən aldım. Nil oxunmur bu. Hə, Nilleydidir deyəsən. Nilleydidir. Hə, düzdür. Nilleydidir qız. Nəysə, Nilley markasınındır bu. Plastikdir özdə. Bu bilirsiniz nə üçün aldım bunu? Yəni ki, bir yerə səfərə gedəndə, bir yerə gedəndə sponç belədir ki, onu görə bir şeyin içine qoyasan da batar axı. Bu çox yaxşıdır. Bir yerə gedəndə, bir uzaq səfərə gedəndə və yaxud da ki, bir rayona falan gedəndə makyaj şeylərinizi götürün. Bu sponcu elə bu bankanın içine götürün. Hər cürəsi var da, yəni içində balacası, göz altına sürtmək üçün, böyüyü, tanalini sürtmək üçün, nə etmək üçün, nəysə. Bir də ki, mən tanalini şotka ilə eləyirlər. Şotka, indi təzəlicə görürəm ki, şotka ilə yayırlar. Mən şotka ilə yaymağı sevmirəm. Bir də mən nə aldım? Hə, bu dedim ha, kistiçkalar. Bir də ki, bu kistiçkalar aldım. Bunları aldım. Ürəyim gəlmədi, bu bahalısını dərzə verdiyimi almağa. Bir dəfə ürəyim gəlmişdi, yəni özüm üçün bahalısını almışdım. Amma ki, indi ürəyim gəlmədi almağa özüm üçün. Nəysə, şimdi bundan aldım. Bu da belə ucuz qiymətə deyildi, yəni. Amma 8 dənəli idi. Yəni, istədiyim bütün kistiçkalar açmaq da olmurdu. Qız dedi ki, bağlıdır, upakovkası bağlıdır. Dedim, açığı yoxdur, dedi, yox, təəssüf ki. Amma üstündəki şəkillərdəndir. Nəysə, opşim, üstündəki şəkillərə baxın, gördüm, hə, tam mən istəyənlərdəndir. İndi bunu da açaq. Dayan bir. Yaxşı, açıq. Sən də danış. Mən də nə qədər danışım, əngim çıxdı, mənim də çənəm düşdü, qutarım. Maşallah, nəysə, bu korobkanı tullayacaq. Opşim, uzun sözün qısası, indi oğlum onu açmaqla məşğul olsun. İndi mən bir də bilirsiniz nə almalıyam? Kistiçkaları qoymaq üçün belə kosmetiçka, zamoklu, amma sırf kistiçkalar üçün. Belə keçirlənlər var, onlardan xoşum gəlmir, onlardan istifadə etmək mənə çətin gəlir.
Amal şey isə belə kosmetiçkası olur. Onlara xoşum gəlir. Hə, beləmiş. Baxın içində belə çıxartdı oğlum. Есть два вида. Вот. Aha. Еще консилер из Италии другой. Вот это. Da. İtalyanskili. Да. Hə, concealer də İtalyan markasıymış. Hamısı belə tək-tək içində belə kuyulandır. Mənim ən çox istifadə etdiyim budur. Başımı çəkməyin. Həm daha bu. Bu bilirsiniz, necə bax görsəsə mənim özümkindən fərqlidir. Ha, bunu dəyişdirərəm gərək. Onsa Dəniz bundan istifadə eləmir. Bunu dəyişdirərəm, o bahalasını Dənizə verəcəyim ki, istiçkəni dəyişdirərəm. Dəniz bunu onsuz istifadə edir. Mənim də ən çox istifadə etdiyim odur. Üzr istəyirəm, onu bilirsiniz. Gözaltı belə karandaşı ya ilityen yaymaq üçün, çəkmək üçün. Elə bil ki, karandaşla çəkdin. O cür çəkir belə çotki. Çox qəşəng. Və yaxud da ki, üstdən belə quyruğa qədər qoya bilirsən də. Çox yaxşıdır. Amma bundan bacarmıyacaq. Dəniz dedi ki, istəyirsən mama sən bunları deməli, onları yoğur. Çünki belə çox istifadə eləmir də. Mənim uşağım da özüm kimi belə çox makyaj eləyən deyil. Az istifadə edir, çenlər falan istifadə edir ki, mama istəyirsə onları yuyaq. Tərtəmiz qurusun. Onları sən götür. Təzələri ver də mənə. Yəni o bahalıq da götür. Dedim ki, yox mama qurban. Yox, sən işlət. İndi mən buna baxım, görsəm yox. Bilirsiniz necə də əlim öyrəşibdi ona. Görsəm ki, yox. Yəni ki, yaxşıdır, amma yaxşıdır, biraz şeydir özdə. Gözüm üçün yaxşıdır. Bilməm, də əlim öyrəşəcək yoxsa, baxarım. Olmasa, gərək Dənizə verəm. Bilirsiniz necədir? Misal üçün, o bahalını almamış, bunu alsaydım çox bəyənərdim. Amma o qədər yaxşıdır ki. Bu biraz o yanda kölgədə qalır. Amma şotkalar belə çox şey deyil. Cod deyil, yumuşaqdır. Bir də ki, çox belə lap belə əzilib üzülən deyil, belə moşundur. Nəysə, bunu da adım bilmədim. Adı nədir bunun? Ver oxu. Oxu görün. Nasita. Nasitaymış adı, Nasita. Nasitadır. Nədə? O zibildəndir, 8 dənədir. Nəysə, bunu da aldım. İndi nə olsa deyərəm sizə, görüm, dəyişdirdim Dənizdən, yoxsa yox da. İstifadəm rahat olsa mənə, bir dənə o göstərdiyim karandaşı dəyişərəm. İstifadəsi rahat olsa heç. Rahat olmasa isə, yəqin ki, yuyub dəyişdirəcəm. Sağ olaşıram sizdən. Özünüzə yaxşı baxın. Özünüzdə müğayət olun. Xəstəliklərdən özünüzü qoruyun. Amma güc gəlmək istəsə də təslim olmayın. Belə. Bir də xahiş edirəm ki, qarşısına çıxıb videonu ötürməyib izləyənlərə təkrar deyirəm, çox təşəkkür edirəm. Amma bir də belə tıqq eləsəniz, mənim bu ələ salmaqlardan canım qutarar da. Mənim belə çox ələ salırlar, onlardan canım qutarar. Yəni, mənim cavabım sizdə. Yəni, siz bir də podpisatçı olmaqla cavab verəcəksiniz də belə, atvet siz verəcəksiniz, mən yox deyirəm, mənim izləyicilərim sizin cavabınızı verəcək. Gözləyin, həmişə belə deyirəm, deyilə gözləyirik. Sağlıqlı qalın, özünüzə yaxşı baxın. Bu da Kaşpirovskın telləri, bu yaxalanıb indi gəlib, Kaşpirovskın tellərini oxşuyum telləri. Paka.